Yeni bir şehir, yeni bir ülke, Almanya'dayıq. Bugün tarixi yerler hakkında böyük məlumat vermək istəmirəm. Çünki mənim üçün önəmli olan vloglarda, yəni buranın yaşayış tərzi, insanlar necə yaşayır, necə bir yerdir, ora haqqında daha çox məlumat verəcəm. Hələ ki ilkin təəssürat, ilkin məlumat verəksə, Albanya 2 milyon əhalisi var. Əslində 6 milyona yaxın əhalisi var, amma 2 milyonu yəni hal-hazırda ölkədə yaşayır. Digər yəni əhalinin böyük bir hissəsi Avropada və ölkədən kənarda yaşayır. Çox imkanlı, Avropada yerləşsə də çox imkanlı ölkə deyil. Azərbaycandan kəsib ölkə demək olar. Və yəni ilkin olaraq məsələn indi sərhədə yaxın şəhərinə gəlmişik. İndi videolarda bu haqqında sizə məlumat verəcəm ətraflı. Belə. Gedək hal-hazırda kilsəyə gəlmişik. Açıq adını bilmirik. İçəri keçim. Oradan sizə maraqlı videolar çəkəcəm. İzləyin. Şəhərin ən görməli yerlərindən biridir. Hal-hazırda mərkəzi küçələrdir. Çox maraqlıdır. Gözəl görüntülər var. Avropaya oxşuyur sırf bu hissə. Amma ümumi Albaniyada mən Avropaya oxşarlıq çox görmədim. Yəni həqiqətən Avropaya nisbətdə kasıb ölkədir. Ancaq burada Avropanın olduğunu hiss edirsən. İnsanlar haqqında hələ ki ilkin məlumatım yoxdur. İndi zaman keçdikcə insanların da ancaq mən oxuduğuma, yəni eşitdiyimə görə Azərbaycanlıları çox sevirlər. Çünki Azərbaycanla yaxın olan bir ölkədir, həm siyasi, həm mədəni və həm əlaqələr baxımından. Yəni bizi sevən ölkələrdəndir. Burada bir məlumat verim sizə ki, buranı Avropada ən çox Mercedes sürən, yəni hamısının ən çox Mercedes sürülən ölkələrdəndir. Albaniyada sırf Mercedesin hər muzeyi deyirlər ki, burada hər ilində, hər formasında Albaniyada siz Mercedes tapa bilərsiniz. Hal-hazırda maşın Montenegro'da Kitay maşını görmədim. İndi Azərbaycanda ən çox bu dəqiqə maşın üzrə trenddə olan mövzu Kitay maşınlarıdır. Montenegro'da Kitay maşınları görmədim, amma burada bayada falan gördüm. Yəni hal-hazırda az bir müddət ölkədəyəm, amma bayada falan gördüm. Yəni o bu deməkdir ki, burada Kitay maşınları sürülür. Havası falan biraz Balaxanıya da oxşuyur. Balaxanının biraz daha geniş versiyasıdır, amma çox maraqlı bir şəhərdir. Burada diqqət çəkən məsələlərdən biri də botoks sistemidir. Çox elə bil Asiya ölkəsindəsən. Toklar hardan gəldi, necə gəldi birləşir. Çox maraqlıdır, kim kimin tokudu necə bilirlər. Normalda bu cür səhnələri biz Asiya ölkələrində daha çox görürük. Deməli, yeni məlumatlar verək. Hal-hazırda şəhərdə gəzməyə başlamışıq və maraqlı bir yerlər olduqca siz üçün, mənim üçün, özüm üçün də maraqlı bir yerlər olduqca çəkəcəm və məlumatlar verəcəm. Bildirim ki, bura bir müsəlman ölkəsidir. Gəlmək istəyənlər açığı çox maraqlı ölkə deyil. Bura məsələn Montenegro'ya gəldiyiniz zaman, Serbiyaya gəldiyiniz zaman, yəni Serbiya məncə daha maraqlıdır. Montenegro Azərbaycandan çox böyük insanlar, yəni çox kütlə gəlir. Yəni biləsiniz ki, Montenegro'ya gəldiyiniz halda hər 5 nəfərdən birində Azərbaycan və yaxud da Türkiyə yaşı rastlayacaqsınız. Çünki həqiqətən çox Azərbaycanlı və türk var. Və bildirim ki, Albaniya müsəlman bir ölkəsidir. Yəni məsləhət olaraq Serbiyaya və yaxud da Montenegro'ya gəldiyiniz zaman burada gəlin. Yəni buranı da həmin vaxtda görün. Biraz da qiymətlər haqqında məlumat vereyim. Qiymətlər Montenegro ilə oxşardır, yəni çox da ucuz deyil. Yəni Montenegro'da istirahətə gəlmişsinizsə, düşünməyin ki, Albaniya ucuzdur deyə. Orada suvenirlər ucuz olacaq, eyni qiymət idi. Məsələn, mən suveniri maqnit qiymətlərində hər yerdə eyni satıldığı üçün ondan müqayisə görsətsəm, 1 euro yarıma mən Montenegro'da da aldım, burada da 2 euro dedilər. Azərbaycanlı olduğum üçün indirim istədim. Və Azərbaycanlı olduğum üçün Ansagolini bu arada tanıdılar burada. Ansagoli bilirsiniz ki, Albaniyanın 15 il kapitanı olub. Yəni Qarabağda, Qarabağ fanatlarının ən çox sevdiyi, ən çox istədiyi futbolculardan olub. Və Agolini daha çox Alban yox, Azərbaycanda kimi biz daha çox sevirik. Yəni
yəni Albaniyanın kapitanı olub, onu da tanıdılar və yenə deyirəm, yəni vaqtda endirim elədilər, 1 euro yarımı almaq olub. Yəni digər bir şeylərdə də hardasa məsələn 4 euroluq bir şeydə 1 euro endirim edirlər. Qiymət haqqında bu qədər yemək Burger King-də yedik. Yəni 12-də getdiyimiz üçün restorandan hamısı dedi ki, yəni bir neçə restorana girdik və orada bildirdilər ki, 12-dən sonra yemək verilmir. Yalnız çay, kofe və içki verilirlər. Ona görə də Burger King-də yedik. Qiymətləri yenə deyirəm Azərbaycanla eyni. Bildiyiniz kimi Balkanlar neçə əsrlər boyu Osmanlı müstəmləkəsi olublar. Yəni buralarda Osmanlı imperiyası, türklər rəhbərlik eləyiblər və ona görə də burada sırf türk dilli insanlar, türkçə sözlər, türkçə mətbəx, eləcə də meçidlər daha çoxluq təşkil eləyir. Hal-hazırda yaxınlaşdıqca adını deyəcəm, yəqin ki türk meçididir. Yəni sırf Albaniyada, eləcə Balkanlarda, əsasən Serbiyada məsələn ən çox türk ab-havası hiss olunur. Eləcə də Albaniyada. Bosniyada da ən çox hiss olunan yerlərdən biri də Bosniyadır.